Gülar Hanım, xoş gördük. Bugün bizi qəbul elədiniz, bizə vaxtınızı ayırırsınız. Bizim bir tədbirimiz var. O tədbirdə biz məktəbimizin şəhid məzunları ilə bağlı bir anım tədbir eləmək istəyirik. Və tədbiri hazırlayanda düşündüm ki, birinci Qarabağ şəhidləri ki, hansı ki, ölkəmizin ən qarışıq, ən narahat anlarında, ən çətinliklər gördüyümüz anlarda, onların məzarları qazılanda, o şəhidlər Sumqayıta gələndə kim daha çox aktivlik göstərə bilər? Və ilk ağlıma gələn məhz siz oldunuz, Gülbahar müəllimə. Sonra fikirləşdim ki, bu təbliğatda bir mənəvi tərbiyənin vurğulanmasında kim daha çox rol oynaya bilər? Müəllimləri başına yığıb, bərabər bir yerdə və Zemfira müəlliməni xatırladım. Ona görə sizlərlə görüşmək istədim və dinləyənlər üçün xatırladım ki, biz hal-hazırda Sumqayıt şəhər 26 nömrə tam orta ümumi təhsil məktəbinin təqaüddə olan iki böyük və dəyərli müəllimi ilə həmsöhbətik. Görənlərin hər birinin çox sevə-sevə xatırlayacağı Gülbahar müəllimə və bizim dəyərli Zemfira müəllimə. Gülbahar, o illəri xatırlayaq. Çətin də olsa, məhz Qarabağ müharibəsi başlayanda məktəbdəki ab-havadan, o şəhidlər gələndə nələr hiss eləmişsiniz, hansı anlar keçirmişsiniz, onlardan danışa bilərikmi? Başlamaqda bu mövzuya siz əl atmaqda çox böyük işlər görmüşsünüz. Borcumuzdur, bəli. Çünki həmən o illəri biz bir tarix kimi yaşadıq. Bəli. Hər bir şəhidin valideyni olduq. Hər bir şəhidin evində bir onun evladı kimi evladımız oldular. Biz onları belə qarşıladıq. Şəhid sözü çox ağır sözdür. O xalqın yolunda təmənnasız, Canlı qurban verir. canlı bir qurban getdi. Bunların əksəriyyəti öz torpağından, örtü-özcanından fəda verən uşaqlar oldular. Gülbahar, mən araşdırma aparanda gördüm ki, çoxu könüllü gedib. Öz canlarını fəda verdilər və baxdıq ki, uşaqların əksəriyyəti könüllü bu işdən yapışırlar. Heç kəsin gözlərşi olmadan, hətta onlar bir avtobusa tutulub getməyə çalışırlar. Sonra qatarlara, o vaxt rəhmətli olan Rəşad qatardan düşürmüş. Qatarlara qoşulub gedirdilər ki, biz gedək vətənimizin hər qarış torpağını qoruyaq. Mən bu yaşda onların bu qədər torpağa sevgisini, bu qədər marağını gördüm ki, gənc uşaqlar vətənin uğrunda özlərini fəda verməyə çalışırdılar. Sizdəki torpaqlarını. Firidun Hüseynəliyev, şəhid Fuad Hüseynəliyevin atası. Fuad Hüseynəliyev hələ orta məktəbdə oxuyan zamanlar onun ürəyi Dağlıq Qarabağda idi. O döyüşə getmək istəyirdi. Hələ uşaq idi. Və bir gün məktəbə gedən zaman o oradan məktəbdən avtovağzala getmiş və orada əsgərlər görmüşdü. Əsgərlərə yalvarmış, xahiş etmiş ki, mən də Qarabağa aparım, mən də döyüşmək istəyirəm. Əsgərlər bunun çox cavan uşaq olduğunu görüb, polisə xəbər vermişlər. Polislər bunları aparıb polis şöbəsində danışdırandan sonra məktəbin direktoru 26 nömrəli, Sumqayıt şəhərində 26 nömrəli məktəbin direktoruna zəng etmişdi ki, sizin məktəbin şagirdləri Dağlıq Qarabağa getmək üçün qaçıb gəliblər, bizdən şey eləyirlər. Və onu məktəbə təhvil vermişlər. Məktəbin direktoru bizi çağırmış, valideynləri çağırmış və bizə xəbərdarlıq etmiş ki, uşağınız qaçıb Qarabağa getmək istəyir. Fuad Hüseynəliyev hələ yaşı əskəriyə çatmasa da, o vətən uğrunda döyüşməyə hazır idi. Şəhid olmaq, şəhidlik zirvəsinə yüksəlmək istəyirdi və yüksəldi də. Mən Yaqubova Firuzə, Yaqubov Telmanın valideyniyəm. Oğlum universiteti qutarandan sonra əskər gedib. Nasuzluda xidmət edib. 10 aydan sonra döyüş zonasına aparıblar. Ağdamın Göllücə kəndinə. Orada döyüşən zaman 3 gündən sonra orada şəhid olub. Şəhidlik zirvəsinə qalxıb. 26 nömrəli məktəbin müəllimi, Bərbala müəllim, şəhidimiz Hacıyev Marsin həm sinif yoldaşı, həm ali məktəb yoldaşı, ümumiyyətlə uşaqlıq yoldaşı oldu.
Bugün Bəqəli mənim dinləyəcəyik və Bəqəli mənim həm müasir, həm 1-ci Qarabağın şəhidlərinin bu ağır günlərini şahid olmuşsunuz. Nələr xatırlayırsınız müasirlə bağlı? Allah, müasirlə çox söz demək olar. Biz həm bizim sinifdən, onun sinifin bir yerdə oxumuşuq, həm institutda bir yerdə oxumuşuq, həm əskər yoldaşı olmuşuq, Rus ordusunda qulluq eləmişik. İdmandan postu xokey ilə məşğul olmuşuq, belə deyək, ustalardan ibarət komandada oynamışıq. Yəni, müasir çox gözəl dost idi, gözəl yoldaş idi, çox mərd olan idi. Yəni, bu insanda həmişə lider xarakteri var idi. Hara getsə, çalışırdı birinci olsun, irəlidə olsun. Valla biz onun ölüm günü belə xatırlayıram. Biz qısa müddətdə belə deyək də, bu ömür sürdüyümüz o 22 yaşına kimi qısa müddətdə ayrıldıq nətər. Mən Bakıda başladım oynamaq, bu qaldı Sumqayıtda. Onun ölüm xəbəri də mənim üçün qəfil oldu. Biz o Almatadaydıq, yarışdaydıq. Bizim bir administrator vardı, gəldi xəbər verdi ki, Sumqayıtdan bir idmançımız şəhid oldu. Valla mənim heç ağlıma da gəlməzdi ki, bu rəhmətli müayis olur. Çünki biz 4 gün ondan qabaq bir yerdə idik. Bunun getməyə də mənim xəbərim oldu ki, ani qərar verdi ki, mən getməliyəm Qarabağa. Könüllü gedib də qərar. Bəli, könüllü gedir və 3 günə şəhid oldu. Onun şəhid olmağı da özü bir qəhrəmanlıq idi. Onun yanında o döyüşən yoldaşları söhbət edirdi ki, bu insan sərgərindən başını çıxardıb, başladı güllə atmağa. Nə qədər erməni görürsə, hamısını çalışırdı vursun. Amma qayda var, müharibə qaydası vardı. Bu da təcrübəsiz idi. İlk dəfə idi silah deyilib ki, belə insana güllə atırdı və geri çəkilmədi və snayperin gülləsinə tuş gəldi. İnanın ki, uşaqlar danışırdı ki, bu insanda qorxu yoxdur da gözündə. Yəni, bu rəhmətli sağ qalsaydı, mən inanım ki, bu çox böyük arzuları var idi, çox irəlilə gedəcəkdi. Nə bilim valla, özüm çox pis oldum. İndiyə kimi, nə bilim, o günlər hamısı gözümün qabağı. Məktəbimizin şagirdləri bütün şəhidləri həmişə anırıq. Vüqarın bilirik ki, məktəbimizin qarşısında abidəsi açılmışdı. Kimliyindən asılı olmayaraq, yaşından asılı olmayaraq, hər gün demək olar ki, onun abidəsində gül çiçək dəstələri qoyur şagirdlərimiz, onu anırlar, ona həsr olmuş ədəbi bədii gecələr keçirirlər. Ona görə də ümumiyyətlə məktəbimizin içində də birinci mərtəbədə şəhidlər güşəsi var məktəbimizdə. Bu da bizim şəhidlərə olan hörmətimizdən irəli gəlir. Təşəkkür edirik. Hüseyn Əliyev Fuad, hatırlayırsınızmı? Hatırlayıram, Hüseyn Əliyev Fuad. Dedilər, Uca boylu oğlan idi. və özü gedib könüllü getmək istəyib o da əskər. Özü könüllü getmək istəyib o da. Mərd-mərdanə uşaq idi. O, bu müharibə adını eşidəndə könüllü getməyə çalışırdı. Hətta onu yoldan gedib gətirdilər ki, baxa, dövlət səviyyəli get. Yoldan qoşulub avtobusuna getmə. Dövlət səviyyəli get, bir yerə səni qeydiyyata alsınlar və get vətənini qoru. Bu, belə bir oğul idi. Gülbahar müəllim, bəs Muradov Natiq? Muradov Natiq də 8-ə qədər məktəbdə oxudu, sonra isə peşə məktəbinə getmişdi. Baxmayaraq ki, həmişə o çox öz peşəsini də sevirdi, məktəbi də sevirdi. O peşəni öyrənməyə ona görə getmişdi, o əlində bir sənət olsun. Və oradan da o əskər getdi və vətəni uğrunda, xalqı uğrunda bu döyüşlərdə həlak oldu. İlham xanım bizim məktəbimizin məzunu olan Şəhid Məmmədov Vüqarın bacısıdır. Eyni zamanda bizim məktəbin məzunudur. Onun üçün həm Vüqar, həm burada şəhid olan obrazların hamısı qardaşdır. Çünki eyni məktəbi paylaşıblar və onun da bizə deyəcək bol-bol xatirələri var. Vüqarın timsalında 1-ci Qarabağ şəhidlərimizi xatırlamağınızı istəyirik. Vüqar Tərədə Məmməd 26 nömrəli məktəbi qutardı.
oxuduğum müddətdə də, yəni çılğın şagird olub. Ancaq yəni adı kimi də elə vüqarlı olub. 1973-cü ildə anadan olub. Yəni məktəbimizin yenə də deyirəm, məzunu olub. Yəni eyni zamanda Yaqubov Telman da bizim məktəbdə oxuyur. Yəni o da mənim sinif yoldaşım olub. Yəni biz bu məktəbi bitirmişik. Və eyni zamanda nə deyirəm, vüqar idmançı olub. Yəni evin bir tək uşağı olub. Yəni biz onu Lənkəran şəhərinə, Lənkəran rayonuna biz onu əskərliyə göndərmişdik. Və oradan o müharibə dövrü vaxtında, yəni oradan çıxıb getmişdi müharibəyə Taranana. Oradan da, yəni Ağdam uğrunda gedən müharibədə şəhid olmuşdu. Yəni Vüqar haqqında nə deyək? Vüqar haqqında çox deyək, çox danışa bilərik. Nə bilim, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Buradakılar hamısı Yasin mənim sinif yoldaşım olub, yenə də deyirəm. Yəni eyni zamanda da qardaşım da bu şəhidlərin içindədir. Bütün şəhidlərə İzzətin özü, Allah onu rəhmət eləsin. Yəni bizim məktəbin şagirdi olub. Zəynifə müəllim, bizim məktəbimizdəki şəhidlərlə bağlı studentimizdə Məmmədov Faiq Nərimanoğlu, səhv etmirəmsə, bizim məktəbin məzunu deyil. Bəs niyə onun şəkli ola vurulub? Bəli, onun şəkli olaraq vuruldu. Ona görə ki, onun atası bizim məktəbdə işləyirdi. Onlar qaçqın kimi Laçından bizə gəldilər və orada Laçında onun anasını, bacısını əsirliyə götürmüşdülər. Və o əsirlik alınandan sonra, əsirliyə düşəndən sonra onlar qayıdıb gəldilər Sumqayıta. Sumqayıtda məktəbimizin yanında onlar yaşayış binasında yaşayırdılar. Və elə oldu ki, o könüllü şəkildə özü əskərliyə getdi və gedəndən sonra da şəhid kimi qayıtdı. Bəli. Yəni bu özü də böyük bir şeydir. Əlbəttə ki, siz öz iş yoldaşlarınızın övladlarını həmişə övladınız bilmişsiniz, müəllimlər məktubu olaraq. Bəli. Gülbahar müəllimə, Şaiqi xatırlayaq. Şaiqin sinif rəhbəri olmusunuz. Bəli. Rəhbər olmuşam. 3 qardaş idilər. Baracası Şaiq idi. Şaiq könüllü. O da könüllü gedib. Könüllü getdi və bu könüllü vuruşmada Şaiq şəhid oldu. Onun şəhid olması çox maraqlıymış. Bunlar döyüşən zaman dəstədən uzaqlaşırlar və dəstədən uzaqlaşandan 10 gün sonra bu şəhid olur. Bunların hər bir ərzuqəsi icazə qutarır, erməni əsarətində qalırlar. Şahid deyir ki, mən gedəcəm, yolu da tapacam və sizə yemək gətirdim, çörək gətirdim. Şahid şu çayın içinə, çayla gedən zaman gedir uşaqlar üçün ərzuqə gətirəndə yuxarıdan ermənilər onu görüb vurmuşdular. Elə çiynində də çörək çantası. Hətta deyirlər o çörək qanlı olub və onu yeyiblər. Çörək qanlı olub deyir. Və şəhidlər onu deyir, yeyiblər ağlaya-ağlaya ki, o bizə qanlı hesabına gətirib. Bəli, elə dedilər. Uşaqlar da onu yeyiblər. Bəli. Əslində hər bir şəhidin taleyi bir xatirədir. Telmandan danışaq. Yaqubov Telman Rafiqoğlundan. Telman az saylı xalqın oğluydu. Aha. Çox qüriyyətli, çox qüriyyətli bir uşaq idi. Orta məktəbdə oxuyarkən də hələ dəyərli idi. Yəhudi mənşəli olub, Gülbahar müəllimə? Yəhudi mənşəli olub. Yəhudi mənşəli. Məktəbdə oxuyanda xokey komandasının üzvü idi. Yaxşı xokeyçi olurdu. Respublikanın bütün yerlərində xokey oynayırdılar və şəhər üzrə ikinci yer üçün, Respublika üzrə ikinci yer tutmuşdular. Amma Telman əskərlikdən gələndən sonra könüllü şəkildə müharibəyə getdi. Getdi müharibəyə və orada da şəhid oldu. Zəfər müəllimə, gənc olmuşsunuz o vaxt. Və o dövrdə sizin üçün bir şəhidi qarşılamaq, şəhidlə bağlı tədbir hazırlamaq, bu çox çətin olub. Gülbahar müəllimə kimi həmkarlar daha çox onların dəfnində iştirak edəndə, sizin kimi ədəbiyyatçılar daha çox tədbir hazırlayıblar, uşaqlara mənəvi keyfiyyət aşlayıblar. O illəri bizimlə biraz xatırlayın. İki misra var, mən onu xatırlamaq istəyirəm. Həyat çox qəribədir, yollar çətin, öz bəxti, öz taleyi vardır hər kəsin. Doğrudan da
Hər bir kəsin öz həyat taleyi var, həyat yaşayışı var. Doğrudan da əgər insan deməli o ömür ki xalqa, vətəninə, onun gələcəyinə xidmət edir və o ömür həmişə yadlarda qalır. Bəli, məhz şəhidlərin keçdiyi ömür də belə ömürlərdəndir. İnsan ömrü var ki, adi qum dənəcikləri kimi barmaqlar arasında süzülüb gedir. Ancaq elə insan ömrü də var ki, yaddaşlara həkk olunur, ürəklərdə yer tutur, özünə məxsus. Belə insanlara biz şəhidləri misal gətirə bilərik. Şəhidlər, ümumiyyətlə bu çox ağır mövzudur, çox çətindir. Saatlarla, yox ya, aylarla, illərlə danışsaq bu mövzu tükanan mövzu deyil. Bəli, bir müəllim kimi, gənc müəllim kimi bu məni də, müəllim yoldaşlarımı da həmişə narahat etdi və onlara bizim gücümüz nədə çatır? Biz onlar üçün nə edirdik? Məcbur ürəyimizdən gələn hissləri ancaq biz həftəlik keçirdirdik şəhidlərlə bağlı. Bir həftə. Həmin həftənin bir günündə bütün ədəbiyyatçılar orada iştirak edirdi. Bir günü həsr edirdik inşa yazılara, bir günü həsr edirdik rəsm əsərlərinə, çəkilməsinə, şeir müsabiqəsi. Bunlarla bağlı biz müəyyən məlumatlar, onda təzə idi, məlumatlar əlimizdə çox idi, həsr edirdik və onları həmişə yad edirdik. İndiki kim yadındadır? Elşən adlı bizim orada bir şəhidimiz var. Mən ona dərs demişəm 11-ci siniflərdə. Düzdür, Elşən bizim məktəbə 10-cu, 9-cu sinifdən sonra gəldi. İnşa yazı aparırdım. Mövzunu da verdim ki, belə bir mövzu. Qəhrəmanlar ölmür. İkinci mövzu belə mövzu qoydum ki, kişilər ölür, kişilik ölmür. Üçüncü mövzu da ana ilə bağlı bir mövzu idi. Elşən qəhrəmanlar haqqında inşa yazdı və orada mənə yaxınlaşdı. Dedim, müəllim, biz kimə qəhrəman deyə bilərik? Dedim ki, səncə biz kimlərə qəhrəman deyə bilərik? Açıqlama verdi. Sanki duymuşdu ki, o özü şəhid olacaq. Qəhrəman olacaq. Qəhrəman olacaq. Xalqa nümunəvi oğul olacaq. Oğullar sırasında adı çəkiləcək. İnşanı yazdı. İnşanı oxuyanda mən inansız çox mütəəssir oldum, çox pis oldum. Ən çox da ki, o şəhid olandan sonra onun yazdığı inşanı, inşadakı cümlələri elə bir ki, bir anlıq yadımdan elə bir keçirtdim. Yaddaşımdan keçirdim ki, bu sanki duymuşdu o hissi. Belə oğullarımızla biz fəxr etməyə bilərikmi? Sağ olsun elə uşaqlarımız. Hətta həmin uşağın adına abidə açıldı. Bəli. Zülbulaq abidəsi. Çox sağ olun Zəfər müəllim. Gülxar müəllim, ilk gələn şəhidimiz məktəbimizin məzunlarından kim idi? İlk gələn şahidimiz Hacı Mais, kim oldu? Hacı Mais oldu. O tələbə idi. Üstü qutarmaq üzrə. İdman üstünü qutarıb Zəfər İdman müəllim. üstü qutardı. Çox qabaqsız, çox yaxşı tələbə idi. Və eyni zamanda yaxşı idmançı idi. Respublikamızın şərəfini qoruyan idmançılardan biri idi. Lakin o vətənin ağır günündə özünə rahatlığı qəbul etmədi və döyüş meydanına atıldı. Bəli. O bu müddətdə çox da Əskəri qutarmışdı əslində, könüllü gedib, bəli. Könüllü getmişdi, könüllü getmişdi. Üniversite qutarmışdı, könüllü də əskər getmişdi. Bəli, Maisi çox xatırlayanlar var əslində. Onun o peşəkar idmançılığı, qoçaqlığı. İdmançı idi. Bəli. Çox gözəl idmançı idi. Rahibi necə xatırlayırsınız Gülbahar müəllim? Kimi? Rahibi, şəhid rahib. Şəhid rahib belə xatırlayıram ki, hətta aşağı sinifdəndir, çox gözəl rəsmdə çəkmək qabiliyyəti var idi. Gözəl rəssam ola bilərdi gələcəkdə. Lakin ailə vəziyyətinə əlaqədar olaraq o üniversitetə girə bilmədi, əskər getdi. Və özünə borc bildi ki, əskəridən gələndən sonra mən üniversitetə daxil ola bilərəm. Gülbahar müəllim, bir dəqiqə üzrə, o məktəbdə bizim divar qəzetlərimiz çıxırdı. Orada o redaktor kimi də çalışırdı. Əskər getdi,
həmən müddətdə o adi əskər idi. Sonra isə müharibə başlayanda o könüllü olaraq müharibədə iştirak etdi. Müharibə zonasına keçib. Hə? Müharibə zonasına keçib. Müharibədə iştirak etdi. Onunla bağlı bir xatirəniz vardı. 10 gün evə gəlib. O şəhid idimi? 10 gün evə gəlib. 10 gün evə Gəldi, sağ ol. 10 gün evə gəlmişdi. Əskəri müddətində o 10 gün evə gəldi, anası xəstə idi, anasına dəyməyə gəlmişdi. Və evdə kiçik, ondan kiçik bacı qardaşı var idi. 10 gündən həmən müddətdə o bizə də gəldi. Həqiqətən mənim oğlumla oxuydu, bizə də gəlmişdi. Və gedəndə oktyabrın 2-si idi. O dedi ki, mən oktyabrın 2-sində evə gedəcəm. Bu yolda məktəbimizin müəllimi Minaya xanımı görmüşdü, həqiqətən. Minaya ilə söhbət elədi ki, mənim ayağım barmaqlarının arası pişməzədir. Basamışqa giymişdi, qış günü o əqqabı onu pozmuşdu. Əskər çəkmələri onu yar eləmişdi. Və gedəndən 2 gün sonra o gedir Füzulidə şəhid. Füzulidə, meşədə şəhid olmuşdu. Çox ağır döyüşlər olub. Ağır döyüşlərdə yaralanlarımız da var və şəhid olanlarımız da. Bu şəhid olanların içində rahat olur və məktəbə xəbər verirlər. Şəhərə xəbər verirlər, şəhər də məktəbləri. Biz orada onun son 40 gününə qədər iştirak edirdik. Dəfinlərin hamısına gedirdiniz müəllimlər. Bütün dəfinlərdə olmuşam. Valideynlərlə bərabər. Dəfinlərdə müddətində də biz onlara yardım eləmişik, müəllimlər kollektivi. Sonra bayramlarda, anım günlərində, ad günlərində, şəhidlər xiyabanı açılandan sonra isə hər dəfə biz ora, hər ay gedirdik o şəhidlər. O zaman bizim şəhidlər hələ 3 nəfərdir. Biz sonra atdıqca, onun sayı artdıqca biz tez-tez orada... Siz hər biriniz sübut eləmişsiniz ki, müəllim cəmiyyətin özülüdür. Hər birini bilirdim ki, hiss elədim ki, müəllimlər o sanki Öz ailə üzvləri kimi yanaşır. cəhbədədirlər. Müəllimlər sanki o uşaqlarla bərabər cəhbədə vuruşurlar. Hamının ürəyi ağrıyor. Gülhar hanım, hər şəhidi dəfn edib gələndən sonra sinifə müəllim kimi daxil olanda hansı hisslər keçirirdiniz? Sinifə müəllim kimi daxil olandan sonra uşaqlarda vətənpərvərlik hissini alışdırmağa çalışırdıq. Və həmən uşaqların gördüyü işi uşaqlar üçün biz sanki bir oxuyurduq ki, bax, vətəni sevmək bu deməkdir. Şəhid o demək deyil ki, o öldü getdi. O nə yolunda öldü? Vətən yolunda, torpaq yolunda ki, siz yaxşı oxuyasınız, siz gələcəyə nümayəndələri olasınız. Zəfər müəllim, Natiqə siz də dərs demişsiniz. Bəli, mən də ona dərs demişəm. İndiyim yadımdadır. Balaca boy, arı, cılız bir uşaq idi. O da ancaq tərbiyəli uşaq idi. Yəni heç kimlə işi olmayan bir uşaq idi. Məktəbə gəlirdi, gedirdi. Qismətinə onda şəhidlik Yazılmışdı. yazıldı. Nə xoş halına ki, bu adı ona da qismət oldu. Və bizim dəyərli müəllimlərimiz çox sağ olun. Biz 1-ci Qarabağ şəhidlərini xatırladıq. Amma daha sonra bizim məktəbin daha gənc müəllimləri üçün daha böyük faciə yarandı. Biz gözümüzün qabağında böyüyən İzzət Həmidovu şəhid verdik. O da könüllü cəbhəyə gedib və Gülbahar müəllimə İzzəti tanımayıb əyani olaraq. Bəli. Amma Zəfər müəllimə siz İzzəti tanıyırdınız və 28 fevral onun doğum günüdür əslində, mövlududur və biz bu tədbirin böyük bir hissəsini İzzətə həsr eləmişik. Nə xatırlayırsınız İzzətlə bağlı? Mən ona dərs demişəm, bəli. Yəni ardıcıl da olmasa bir ərzdə çox dərs dedim, 2-ci ilin yarısına qədər dərs dedim. Yəni o da ümumiyyətlə elə bir o da şəhid olmaq üçün yaranmışdı. Bəli. Hə, o da həyatı necə deyim, həyatda özünə ad qazanmaq üçün dünyaya gəlmişdi. O şəhid oldu, könüllü şəkildə getdi, düzdür. Vətəni öz ailəsindən üstün tutdu. Xalqını sevdiyi üçün o bu yolla getdi, bu yola qədəm qoydu və şəhid zirvəsinə qədər ucaldı.
28 fevral tarixində onun mövlud günüdür. Bəli. Anasına səbirlər Anasına diləyək. səbirlər diləyirik. Sağ olsun ki, belə vətənpərvər övlad dünyaya gətirdi. Tərənnüm müəllimə sizə də çox sağ ol deyirik. Amma Zemfira müəllimə, mənə çox sağ ol deməzdən öncə mən bütün Azərbaycan müəllimlərinə təşəkkür edirəm. Çünki əslində cəmiyyətdə əgər biz 36 il sonra Qarabağı görməyənlər Qarabağı aldısa, Bəli. demək ki, onların o əsgər şəhid obrazını Azərbaycan müəllimi yaratdı. Bu günləri mən sizin yanınıza ona görə gəldim ki, sizinlə ona görə söhbət eləmək istədim ki, əslində bu çəkiliş bir xatirə olaraq qalsın və bu çəkiliş daha çox paylaşılsın və Azərbaycan cəmiyyətində müəllimin obrazı, müəllimin özül təməl olduğunu bir daha xatırlayaq. Çünki 36 il sonra hələ Qarabağ torpağı düşmən əsarətində olanda, hələ dünyada olmayan belə oğlanlar, əgər Ali Baş Komandanın bir sözü ilə, könüllülər dəstəsi ilə, bir əmri ilə Qarabağı aldılarsa, demək ki, onları yaradan qüvvə Azərbaycan müəllimidir. Mən sizin hər birinizə təşəkkür edirəm və sizin timsalınızda Azərbaycanın mənəvi dəyərlərini, milli kimliyini, vətənpərvərliyini, torpaq eşqini və bütün mənəvi dəyərlərimizi aşılayan bütün Azərbaycan müəllimlərinə biz gənc müəllimlər təşəkkür edirik. Nə yaxşı ki, siz o uşaqları böyütdünüz, nə yaxşı ki, o tərbiyəni verdiniz ki, bugün biz bütöv Azərbaycanda yaşayırıq. Bugün biz qalib ölkənin vətəndaşlarıyıq. Bu çəkilişlərimizi baxılan anda ərəfədə Xocalı faciəsini xatırlayacağıq. Xocalı faciəsinin timsalında bütün Qarabağda yaşadıklarımızı xatırlayacağıq. Xatırlaması çətin olsa belə mütləq xatırlamalıyıq. Çünki şəhidlər ölmür, şəhidlər yalnız unudulanda ölə bilər. Bugün biz şəhid İzzət Həmidovun evindəyik. Vəfa xanım, sizi narahat edirik, amma hər dəfə şəhid analarına sual verdikcə, hər dəfə onların yarağını, qaysağını qopartdıqca özümüz həmişə narahat oluruq. Və hər dəfə biz hansısa şəhid anasına söhbət edib qapıdan çıxanda yaxşı bir iş gördüyümüzü bilirik, borcumuzdur deyə eləyirik. Amma o şəhid anasının hansı hallar yaşadığını yalnız o özü bilir. Və buna görə narahat elədiyim sözünü istifadə elədim. İzzət bizim məktəbimizin məzunudur. Və bizim uşaqlarımız hər dəfə onun şəklini görəndə, onların da bir qəhrəmanı olduqlarını bilirlər. Allah hər kəsi qəhrəman seçmir. Və şəhid olanlar seçilmişlərdir. Biz indi İzzətin timsalında 2-ci Qarabağ şəhidləri və eyni zamanda məktəbimizin 1-ci Qarabağ şəhidləri ilə bağlı bir layihə yazmışıq, bir tədbirimiz var. İnşallah ki, ayın 25-i onu təqdim edəcəyik. Amma istədik ki, öncə İzzətin evində olaq və ondan xeyir alaq, eyni zamanda anasından xeyir alaq. Vəfa xanım, İzzət yoxdur artıq, amma xatirələrdə çoxu. Gedənə qədər çox adam tanıyırdı onu, yoxsa az adam tanıyırdı. Amma hər halda bugünkü gün qədər tanınırdı. İzzəti xatırlayaq. Ən çox yazıda nə düşür? Nə üçün darıxırsınız? Bilirsiniz, düz elə insanlar var ki, oğul itirir, əziyyət çəkir, başqalarına da gözləyirsiniz. Bəli. İstənməz olsun. Məsələn, Elvin, mənim oğlum Elvin. Əskərdən də tezə gəlmişdi. Bir ana düzdür, o qədər acıqlı idi ki, demişdi, sən niyə ölmədin? Yəni, mən ən belə İzzətimin tezə şəhid olan gündən indiyənə kimi ən ağırlı, acılı günündən hələ indiyə kimi bir adamın qəlbinə dəyməmişəm. O mənim xarakterimdə yoxdur da. Bu qazilərdir, niyə bağırma basıram, onları elə ürəkdən çox istəyirəm. Sanki İzzətin dostu kimi. Uşaqlar da yenə həmçinin balaca atasınız uşaqlar. Yəni ətrafımda ancaq elə uşaqlardır. Canımı verərəm də, yəni onlara. Uşaqları mən hədsiz çox sevirəm. Siz necə ən gözəl sevgi, təmiz sevgi uşaqlarda olur. Uşaqlar səni dinləyir, uşaqlar səni bilir. Nə deyim, nə bilim, o qədər ürəyimdə sözlərim var, nə bilim. Yəni əlimdən gələn edirəm ki, düzdür, mən siz hərdən sual verirlər ki, siz necə güclüsünüz, sizin kimi olmaq istəyirəm, amma heç vaxt istəmərəm kimsə mənim kimi olsun. Mən gücü görsənirəm, mənim bir xarakterim var ki, heç kim yanında ağlamağı sevmirəm, hamı yanında özümü elə aparıram ki, hər şey qaydasındadır, amma mən deyiləm də. Mən güləndə də ağlayıram. 5 ildir güləndə də, yəni bunu əzizlərim bilir, özüm bilirəm, Allahım bilir. Amma heç kimə özüm kimi arzulamıram, amma mən əslində çox güclü qadınam.